Dünya tarixində qəribə müharibələr çoxdur. Bunlara məsələn aiddir Çivin öldürən müharibəsi, buna aiddir Vedra müharibəsi və bir qəribə müharibə də var ki, bu SSR tarixinin ən qəribə müharibəsidir. Buna deyirlər Baldonia müharibəsi. Bu Baldonia nədir? 1948-ci ildə Pepsi Cola firmasının Kanada şöbəsinin rəhbərlərindən biri Russell Arundel Kanada yaxınlığında Bald adasını satın alır və 1949-cu ildə Baldonia dövlətini elan edir, özünü də onun knyazı elan edir. Və qanun verir ki, ərazi ətrafında balıq tutan lisensiyası alan bütün adamlar həmin adanın vətəndaşıdır. Və vətəndaşların sayını 70-ə çatdırır. Amma qanunvericiliyə görə adaya qadınlar buraxıla bilməzdir. Nəsə, 1953-cü ildə SSR-nin Literaturная Gazeta adlı mətbuat orqanında bu adı haqqında bir məqalə çap olunur və onun konstitusiyasını biraz da lağlağı fason bir tənqid atəşinə tuturlar. Aydındır ki, Russell Arundel bundan çox əsəbləşir və o dəqiqədə SSR-yə müharibə elan edir. Hətta iş o həddə çatır ki, ov tüfəkləri ilə silahlanmış bir 70 nəfər balıqçı gəmilərindən ibarət Atlantik okeanında bir donanmada çıxardır, ona oxşayan bir şey çıxardır. Aydındır ki, Moskva belə bir gülməli hadisəyə cavab vermir, bunun bu dırnaqarası donanması geri qayıdır və 1973-cü ildə bu Russell Arundel öz adasını Kanadaya bir növ hədiyyə verir. Cəmi cümlətanı $1 satır.